Bu gün universitetimizdə beynəlxalq bir workshop keçirdik. Əsas məqsəd Biznes və İqtisadiyyat fakültəsində tədris edilən iqtisadiyyat ixtisasının proqramlarının təkmilləşdirilməsi ilə bağlı idi. Bu proqramın təkmilləşdirilməsində biz son 4 aydır Oxford Universitetində fəaliyyət göstərən 3 alimlə birlikdə çalışırıq. Biz burada yeni fənləri daxil etmişik, hansı ki dünyanın güclü universitetlərində bu fənlər tədris edilir. Bunlar hansı fənlərdir? Daha çox süni intellektlə bağlı, proqramlaşdırma ilə bağlı, rəqəmsal texnologiya bağlı olan yeni biz fənləri daxil etmişik. Məqsədimiz odur ki, tələbələrimiz seçim zamanı bunlar nəzərə alsınlar ki, iqtisadiyat ixtisasında dövrün tələbi olan fənlər keçirilirmi, yoxsa yox. Biz əminlə deyə bilərik ki, artıq biz bu fənlər bu ildən daxil etmişik. Our main motive is to bring the wisdom of University of Oxford and try our best to overhaul this degree into a world class. The ambition is eventually to make this degree a world class and at least leading economics degree in Azerbaijan and eventually global degree. Hal-hazırda biz Azərbaycan gözəl güşəsi olan Xankəndində Qarabağ Universitetində iqtisadiyyat proqramının təkmilləşdirilməsi üçün digər kolleqalarımla birlikdə biz buradayıq. Bizim əsas hədəfimiz Qarabağ Universitetinin tələbələrini həm əmək bazarına hazırlamaq, həm də ki növbəti təhsil pillələri üçün onlara əlavə bilgilər verməkdir. I'm here to discuss the new economics department here in University of Karabakh, and we are here to discuss and develop a new economics program. So we have been here for 3 days, and I think this is the most efficient and productive 3 days in my last couple of years. So we discussed and we met many great academics. All of them are, I believe, above the world standard. Bizim əsas məqsədimiz buradakı yerli kadrlarla birlikdə yeni proqramın hazırlanıb artıq sentyabr ayından yeni qəbul olmuş tələbələrin də istifadəyə verilməsidir. Və onu da qeyd etmək istəyirəm ki, bu ildən bizdə iqtisadiyyat ixtisası həm təkmilləşib, bu dediyimiz yeni dövrün tələbi olan fənlər daxil edilib və eyni zamanda da bu ildən tədris ingilis dilində həyata keçiriləcək.